Sıxılırsan, Bizon Ice Coffee ilə monotonluğu alt-üst et. Əsrlərdir öz sirrini qoruyan sonsuz dərinlik, təbiətin digər möcüzəsi ilə birləşir. Patron, dəniz duzunun günə baxana saf toxunuşudur. Patron, kimyəvi maddələrdən uzaq, ləzzətin keyfiyyətə sadiqliyi nümunəsidir. Unudulmaz anların ən ləzzətli dostu, Patron, ən səmimi anlar üçün. Qafqazın böyük kompleksi Bizim Ev Mebel şəhəri 100-dən çox mağazasını özündə birləşdirən mebel mərkəzidir. Bizim Ev Mebel şəhərində rahatlığınıza və zövqünüzə uyğun yumşaq, yataq, gənc və ofis mebeli təqdim olunur. Arzuladığınız və büdcənizə uyğun olan ən son modellər Bizim Ev Mebel şəhərindədir. Ünvan Bakı-Sumqayıt şosesi 7-ci kilometr Riyad Ticarət Mərkəzi. Telefon Ulduz 51 15. Patronun, Bizonun və Bizim Ev Mebel şəhərinin baş sponsorluğu, Smart boyalarının xüsusi sponsorluğu ilə İki qapı arasında serialı başladı. Ömrüm, mən yoldayım. 2 dəqiqədən bir yığırsam, mən təntiyirəm. Qaz eləyərəm, bir şeylər eləyərəm. Tez-tez mən yığma da boşluğunu diyorum. Bəs olmur axı. Qıraver sonra, polis saxladı. Mən yığma, beycə mən yığma. Səhər özüm evə gələyim. Bəli, cənab rəis, bəli. Vicdanım ağrıdı, amma nə arım, belə yaşayıram da. Nə qəşəksən sən. Durum səltə vurum. Yox, belə uzanmışam da canım ağrı. Mən sənə bir söz deyim. Yerin cazibə qüvvəsi sənin cazibənin qarşısında heç nədir. İstəyirəm Newton olum, ağac düşsün başıma, alma qarışıq atanın qadağım. Maqnit kimi mən özünə çəkirsən, cəlb eləyirsən. 50 dəfə demişəm, 50 boğazıma vurma, da qızıqım olur. Sənə də demişəm, 50 dəfə sarı pişiyə demişəm, vurma, 50 boğazıma vurada üçün mən tutur məni. Sarı pişik nədir? Sarı pişik nədir? Yox, heç səs. Ya, sarı pişik, pişik, sarı rəhdə pişik bu. Ağacımızdan düşür, düz boğazıma başım eləyir. Mən də qədəqəm yarmır, əlim vuracaq. Onu deyirəm ki, pişiyin başımı bıraxaq. Neyse, amma sənə deyim ki, belə geyinirsən çox diqqətli. Hər şey boynuma alacaq. Bizim boğaza yıxılmayacaq. Mazək gəlmir axı, mən niyə boynuma aram? Kimdir sən gələn sənə? Aşı nə bilim, romantikanızı pozmayaq da canım. Ana romantikan pozmuyor. Sen ayık sürücü değilsen, taksi şoförü değilsen, yangın söndürür. Gece bu vaxt kimdir sen gelen romantikasına bak abi. Cevap ver. Yaxşı da. Ha götür cevap ver. Ha. Alo. Ne diyeyim? Aha. Aha. Alo. Alo. Kimdir? Ne değil? Alo. Sadi. Aha. Gizli nömrədən idi. Aha. Və bir nəfər mənə dedi ki, sənin ikinci arvadın var. Sen ikinci arvadın var. Sən, mənim ikinci arvadım yox, sənin ikinci arvadın var. Benim ikinci. Ha aslında başka ne değil? Başqa dedi ki, yaxın ərazidə qalır kimdisə. Başka ne değil? Başqa da deyir ki, axşam saat 10-a qədər mənə deyəcək kim olduğunu. Uşağımızın adını, uşağımızın yiyeceğiz, uşağımın adını koymuşum da. Ama ben sana bir söz diyeyim. İlk defa insan ölümünden bir gün evvel hansı hissi geçirdi bir hiss ediyorum. Duygu kaparttı, yavaş sıram gitti. Duygu! Bana cevap ver. Bu saatte bana kimdi yıkan? Ha? Niye mağazan gelip der ki? Senin erin seninle başkasıyla gezir. Özde sana çok yakındı. Kimdi? Sağ ol sarı şey anlatsan bana. Ha bir dakika dinle de. Ben ne bileyim o kadar yetsiz, yetim, yersiz var. Normal adam bu vakit adama sen gel. Ne sen gelen ne dedi? Bir daha onlardan. Mağazan gelmişsen ne dedi? Ne dedi? Der ki Ha. senin erin gezir. Özde çok yakınındadır. Düz yanındadır Berice. Berice. Sana da bile dedi. He, ne? Bana da
Başqa kimə deyib ki, Sadiq? Qaranlıqda deyirəm belə zəhlərkar adamlar. Qaranlıqda içlərəm, Sadiq. Sadiq, gecə ilə bu məsələni həll elə, Sadiq. Baş. Elə bir atağın yanına göndərim səni, Sadiq. Bax, gözə gedirəm həll elə. Yox, bura Ora deyil. Başa düşdüm də gözdə çıxır. O nədir? Ata çıxdı getdik. Oğlumu qoydum bu bəlada özü qorlarda şef eləyirsən, mən bunu sürüm çəkirəm. Nə tərdi vəziyyəti ata? Zahir dayı səndə nə tərdi? Hop. Hop. Şef eləyir. Ata! Zahir dayı. Hop. Hop. Kellən elə. Bu da yaşadın orada ya. Hop 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 hop. Ata ne olur səsim at, səs ver. Bu nədir? Ay Fazil. Amma ay Vəfa, tam səmimi deyirəm. Yaxşı ki, sən mənim həyat yoldaşımsan. Hə, sən məndən uzaqlaşdıqda mən sənə daha da çox yaxınlaşıram. Ay Fazil, doğrudan deyirsən. Mən sənin üçün ölümə də gedərəm. Ay inanmıram. Ay Fazil, ev oğru girib dur. Ay kəndin qiriyyətli oğulları, kömək eləyin, mən aparmağa gəliblər. Bir kişi də budur. Ha, mənəm. Sən də dəhşət səni. Elə belə hayla huyla girdin ki, kişimi yatağından qaçırdın. Siz qaçırdarsınız mənim kişimi. Ay kişi nə deyil kişi olur. Mık eləyən kimi aradan qaçır. O qaçmağa meyli var eşsən. Onu evdə xarab eləmə. Apar qoy idmana. Bəlkə qaçdı. Birinci yerə çıxdı, medal zat qazandı, bir başa. Sadiq! Məni bu gecən vaxtı qışqırtma. Qışqırtma yox, anqırtma. Bildin nə var? O mənim kişimdir, ərimdir. Hər nədir yanımdadır. Hər evdə belə oturan kişi yoxdur. Camaat çıraqla axtarır. Elə demə. Olmasa darıxaram, Sadiq. Niyə darıxırsan? 50 dəfə demişəm, danışan papuqaya alacam sənə, oynamaq istədi əl meymun alacam. Tam başın qarşı. Belə kişi olmur. Evet de, bu. Bir kişi mərd olmadı. Kişi yumruğunu çevirməlidir. Sənin kimi. Nə gəlibsən gecə vaxtı? Mən nə gəlmişim? Nə gəlibsən? Arvadlarımla oturmuşdum. Bir də zəng gəldi. Yolu be! Danışmıram. Yaxşı, qırvan danış da. Yaxşı, mən danış. Zəng gəldim. Dedi ki, mən sənin Erkin başqarmadım var. Onu da zəng gəldim. Yollama dedim. Danışmıram. Yaxşı da olamadı. Başa düşmürük. Yaxşı. Mən də zəng elədim. Rizvana dedim ki, atamın qəbrini qaz gəlirəm ki, atamın yanına. Atamı qucaqlayacam. Rizvan kimdə? Sənin Vəfa kimi bacın var. Dağ boyda bacın. Dağ, Himalay dağı boyda. Bacın neyniyəsə hər şey eləyəcək. Sən üçün ölümə gedər bacın. Ölməmişəm ama bacılar bacısı. Məsələ həll eləyəsən. Nə? Qadan alım ay baş. Bacı, başımın tacı bacı. Bacı, evimin direği bacı. Yaxşı. Qoy bir dənə gözümün çimirini alım. Bir dənə. Harda? Yürü bu. Ay yürü git. Kişimi də çağırdı. Don vurdu da bu. Aman zaman bir fazilim var. Qalsın, mən solda qalım. Yeri, bacın qırvan, yeri. Qadan alım sənin ay baş. Gel boşuna. Ölmemişəm Sən gözümün açısını alıram, sonra durup gedirəm fazla. Dur git. Yox. Dur day. Fazıl nə yaşır ya bunlar? Yarasıya bak! Ay cemaat yarasa çıxıb! Ay mənəm Fazildir. Danışan yarasa, ay cemaat! Danışan yarasa! Ay yarasını öldürmürəm Fazildir, hara vurursun? Sübut elə ki fazılsan, sübut elə da! Yaxşı, danışan yarasıyam, yaxşı.
danışan yarasıyam, özdə hər şeyi bilirəm. Bu saat deyəcəm ki, Sadiqin 2 dənə arvadı var. Qoy çıxıb görsünlər ki, danışan yarasa nətər olur. Ay Foç, anne uygunsuz yarasasın. Ha, bırak şaşağı. Bu ne de? Daldan çıkan Sadiqin 2 arvadı var. Ne var sen ağzın başında? Havamı dəyişir. Ha, sen yaşayışını dəyişir. Belə kişi həyatı var. Ged otağın havanın otağında dəyişir. Çıx o ağacın başına yatır. Öl lan ha. 2 tane diplomum var. Özüm bilərəm. Böyüğün yanına geçsem, mənim üzümü cıracaq. Sevgi də incə şkafa dirəmişdi məni. O ki, kişi kimi yedim deyəm, ha, duyğu, sevgi, açın kulağınızı eşidin. İkinizin də əri mənəm. İndən sonra ikiniz də bu evdə qalacaqsınız. Hoşuna gelen gelsin, gelmeyen de hoş geldi dadası evine. Ben size göre küsada yatası değilim. Hərəsə də bir şillə vuracam, duyacam, belə yaşayacam, kef eləyəcəm. Aldığın günden bir defa açılmadı hayata. Yüzüne gayet de açılmadı bu silah hayata meşiye gittin. Asları kabağına katan atama. Ya asların kabağından katan atam ne olur. Gel götür bu silahı hamını kat kabağına ver bu problemlerden kurtar hayata. Ata! Hayata! Haradaydı? 40 yıldır güllü açılmırdı, bizi gördü açıldı. Haradaydı, televizyondaydı. Sağım. Ha, dur ha, sağ sen, narahat ol. Hara gitti Allah elə. Bəs sən... Ay ata! Özünə intihar edəm atam. Ha, ne intihar şakirine de etti. Şimdi kısmetse adam 3 tane arvadı var, düz alnını nasıl ettirdi ya. Böyle şey yok, hatırlıyor musun? Fazlardadır. Fazil. Gelsin bir tane de fazla vuracağım bundan. Qoy onu ora. Qoy qorxuram. Tüv annem Qoy. öğretmesi, şeytan doldurar öyle. Fazil sənin üzünü ağ eləmək üçün işləyir. Fazil 20 ildir işləmir. Öz üzünü qaraltmış adamdır. İndi işləyəndə mənim niyə üzüm ağa? Fazilin üstündə başı qardaş qıracı lazım. Nə? Deyirəm ki, Long derdi ya. Ha. deyirəm ki, dayısı. Dayısı. Ha, dayısı. Ay sağ ol. Rəmya Vəfadar verdi. zəng eləmişdi. Dayısı yaşda bu. Ha. Hə, deyir ki, dayımla işim var. Zəng eləyim. Qadına mən yığmasın. İşim, problemim başımdan aş. Nə söz var? Anasına, atasına desin. Ay Sadiq, bacı qurban, elə söz var anaya deyilir, elə söz var deyilmir. Elə söz var ataya deyilir, elə söz var deyilmir. Elə bizlə pərdəlidir, nədirsə dayıya demək istəyir. Halal olsun o. O ki mənlə pərdəni götürdü. O uşaq o gündə gözümdə bir qalxdı. Yaxşıdır lan bu. Götürürsən tap çilərim. Eşitsən. Alnından güllə alan dədəmin adıdır. Dədəm başım bırak. Eşitsən. Bu 200 mat yolla vəfadara. Denən ki dayın deyə pulu qoysun cibinə. Atasıyla pərdəni götürsün. Nə söz var atasına desin. İşte da Fazil. Gözlə. Nuş olsun. Sağ ol. Yeganə, oğlum, mənə məxsus hərəmdən zənən xilağını görməmisən? Nətər? Deyirəm, hücrəmdəki zövcəmi görməmisən? Bana koymuştun ki. Deyirəm ki, 40 incə belli qızın başında dayanan Burla xatunu görməmisən? Yok, bizim mağazaya burulan hatun olmuyor. Aya, deyirəm ki, arvadım Qızılgülü görməmisən? Hədiyyə Qızılgül xalanı görmüsən, görməmisən də. Mən desəm ki, görmüşəm, sonra Qızılgül xala məndən incəyəcək. Nə olub ya sən? Nə olub? Nə məsələ? Nə olacaq? Heç nə. Özüm bilirəm ki, səhər ayıldım ki,
Dəmir kravatın üstündə yatmışam. Yorğan döşəyi də hamısını götürüb aparıbdı. İnanırsan, benim setkadan deşik. Yazıq. Bura bax. Hara getdi görmədin? Yox da mən də deyirəm, mən kişiyəm, kişinin yanında baş kəsərlər. Durum mən sənə nətər deyim ki, Qızılgül xala hardadır, aşağı düşüb, üz o tərəfə gedib. Bura bax. Dəqiqləşdirirəm. İşıq yanan tərəfə getdi, yoxsa... İtürən tərəfə. Deməli, Sadıqçı tərəfə gedibdi. Bunu yazarsan. Apardı. Bildim də istəyirsən, mənim başımı elirsən, amma pulu cibinə qazanırsan. Bir dənə ayrı şey deyirəm. Sən evdə boş olan nə işlə məşğul olursan, hə? Ay, elə bir işim yoxdur. Ancaq yuxum qaçıb, səhərəcən yata bilmirəm. Mənim evim yıxı. Fazil, bəs yatmayanda nə edirsən? Ay, heç nə, otururam, telefonu alıram əlimə, ondan mırtdaşıram, bundan mırtdaşıram. Ay, elə sənsən də. Sən səhərə kimi telefonu əlinə alıb mırtdaşsan, onda mənim elə arvadlarıma zəng eləyib, sənin ərin ikinci arvad var deyən də sənsən də, qoyub yapışdırıb mən səni. Sən başın xarabdır, o vaxt mən yuxuda oluram, ya. Ay, dedim sən səhərə kimi yata bilmirəm, saat 3-ə kimi yata bilmirəm. Ay, kiməsə görə saat 5-dir səhər, kiməsə görə 2-3-dür. Özdə bura mənim 2 dənə diplom var, Dostum, ya bacımın əridir. Fazil, o 2 dənə diplomunu götürərəm. Ay, qabiliyyətim Müşkanın gözünə qoyaram. Bu söhbətin altından sən çıxsan, səni bir dənə kəllə qoyaram. Cırıq-cırıq olarsan. Hadi, yaxşı da, yaxşı. Mən burada qalım. Ya get işinlə məşğul ol da. Deyirəm ki, bir də mənə belə sual vermə. Yaxşı da verməyəcəm. Sən dedin, mən də başa düşdüm. Mənimlə mehlə danışma, bildin nə var? Bir də mən Lamoşumla danışıram, bibisi qurban. Neyiniyim indi bibi? Atamı soruşmuyum. Axşamdan evdə yoxdur. Niyə evin eşinə yığılmır? Niyə? Hansı xarabadadır? Az deyirəm, sən nətər oxşadın İfritə Anova. Niyə biz tərəf oxşamadın? Abala, sən kim oxşadın belə? Bibimə. Bizi qurban buna. Sən elə bibiyə yaxşı tərəfdən oxşa. Amma atan orada olduğunu bilmirəm, bibini ölsün qabağında. Harda olduğunu bilən kimi xəbər eləmə. Az. Səni buyla xışmalayarım. Mənimlə belə danışma, ha. Bildin nə var? Mən demədim, bu Ləmanın sözüydü də sən deməliydin. Ləmuşu da götür, çıx buradan. Gel Mənim qızım, ağzımı açma, gedək çıx. Atan axtaraq, görək hardadır. Danışığına bax bir bunun. Vəfa! Hardadır qardaşın, hə? Laydivar qardaşın. Evdə gizlətmisən, hə? Mən indi onu boşuyum, o da görsün məndən başqa arvad almaq olar ya olmaz. Az bu səs hardan gəlir? Hardan gəlir? Sən kimsən az mənim qardaşımı boşuyan? Sən kimsən, özünü kim sayırsan? Bir də mənim qardaşım haqqında belə artıq əski danışma. Mənim qardaşım bu evdə gəlib başını tuma... Məni əsəbləşdirmə, evdə gizlənəsi kişidən deyil. Bu yiğidim boşayacağım. Sən mənim qardaşımı çürütdün. Çürütdün, bildin nə var? Ay, sağ ol, mən də onu deyirəm də. İndi mən çürütmüşəm deyə gedib yəqin ikinci arvadı alıb da, hə? Yoxsa təzəsini evdə gizlədirsiniz. Onsuz mən axır və biləcəm. Sən desən də, deməsən də, mən onsuz zəng edib, axşam deyəcəklər hamısını. Sən gəlir. Dayan görüm. Maması qurban vəfadar. Ürəyim qurban. Can maması ölsün. Nədir? Diyanə, mən bildim Sadiqin həyatında ikinci qadın kim ola bilər, Diyanə. Ay sevgi, dedin kotlet pişirəm. Nə oldu, acından öldüm axı mən. Narahat olma həyatım, hazır olsun gətirirəm. Mən bilirəm ki, özdə işdə sənin yediyin yeməkləri necə gəldi bişirirlər. Amma mən bu kotletləri, bu yeməkləri bu patron günə baxan yağları ilə bişirirəm. Patron günə baxan yağları 100% orqanik, soyuq sıxımla əldə olunub özdə. Halal olsun, ağız dadını bilirsən də. Bəli, bəli. Özdə mən bu patron günə baxan yağları ilə bişirdiyim yeməklərə həm də sevgimi qatıram. Ona görə Qaragildə yemirəm bizdə. Yemək pişir, gətir. Baş üstə.
Halal olsun. Nuş olsun həyatım. Uğur, ay Uğur, sən heç romantik deyirsən. Nə olur, biraz romantik ol da. Bax, məsəl üçün 2 nəfərli oyun seç. Amma romantik olsun. Mənim gözüm üstə. Bu dəqiqə. Romantika istəyirsən, onda bu kağızlardan birini seç. Şansını yoxla. Nə olub mənim şansıma? Sən kimi ərim var. Ya. Ah, bizon. Ay Uğur, mən bilmədim vərəqi sənin üçün seçmək lazımdır. Nə olar, başıma dönərəm. Get bir dənə bizon al, yenə tezdən oynayaq da, nə olar? İmkan ver bizonum için, sonra yek birini de alaram sana. Uğur kişi, deməli sənə nə deyim? Xülasə. Xülasədən də bir məlumat vereyim. Qısa danış. Yaxşı. Qafqazın ən böyük mebel şəhərciyi olan bizim ev mebel şəhərində 100-dən çox bilet mağaza var. Aha, geniş danış görək. İncə deyirək qısa elə. Ay, yaxşı şeyləri gərək geniş danışasan. Eləsə qulaq. Bizim ev mebel şəhərciyində avangard, klassik, modern üslubda həm yerli, həm də digər ölkələrin yumşaq, qonaq, yataq, mətbəx mebelləri var. Uyğun qiymətə yerində kredit də var. Necədir? Əladır. Çünki bizim ev mebel şəhərciyi bizim evi düşünür. Mükəmməldir, mükəmməl. Asar içmişim. Həmişə deyirdim, mənim o ağ idman ayaqqabımla təzəsindən olsa alardım. Ay, rahatdır falan. Gör sənə nə almışam. Xoşda gəldi. Çox sağ ol, superdi. Gedim gəlim. Al, qədrini biləcəklər. Gündə bir ayaqqabı al. Ay bacı, sevginin köhnə idman ayaqqabısıdır da. Götürdüm, Smart'ın ağ idman ayaqqabıları üçün olan təmizləyicisindən istifadə elədim, ağappaq oldu. Təzə adından verdim sevgiyə. Ay Sadiq, nə olar? Smart'ın o ağ idman ayaqqabısı üçün o təmizləyicisindən ver mənə. Fazili də sevindirim də. Fazil bu nəslin üz qarasıdır. Onun üzünə də vur, üzü də ağarsın. Bax. Patronun, Bizonun və Bizim Ev Mebel şəhərinin baş sponsorluğu, Smart boyalarının xüsusi sponsorluğu ilə 2 qapı arasında serialı reklamlardan sonra davam edir. Qopardar ama, aydın danış. Heç kildə başı yaylıqlı adamsan, mənə hər şeyə vadar eləmə. Aydın danış dedim. Danış oldu. Ha, danış. Qulaq sonda. Ha. Deyirəm ki, dünən mənə zəng gəldi. Sənə zəng gəldi, sən kiməsə zəng gəldi? Bilmirəm, doğrusu bilmirəm. Ha, danış. Götürdüm, gördüm kim? Kim? Bazburutlu müəllim. Məndən də bazburutlu. Yox, səndən bazburutlu olamaz. Yox, onun adı bazburutludur. Ha, kəndin başda. Ha, nə deyir o? Dedi, nə gəzirsən Sadiqin əlinin altında, niyə işləyirsən? Ay Yeciş, oğlum, çıx, gəl mənim yanıma. Aha. Sənin orada aldığımın 5 qatını verəcəm. 5 qatını? 5. Başa danışa. Yaxşı, bir də gəldi, onun vaxtı. Sən nə dedin ona? Ay mənim, sən də elə bir biraz gec qavrama var. Mən bu hardayam, bax sənin yanındayım. Dedim, mən yeganə işçiyəm ki, Sadiq müəllimə sadiqəm, vəfalıyam, sevgim sonsuzdur, duyğularım hədsizdir. Ay, bir cümlədə bütün aləmi dedin, vəfa, sevgi, duyğu, sadiq. Bir dənə də Fazil de, sakitləş. Yax, bir də gözləb istəyirəm. Sən getmədin də, mənə satif getmədin. Yox. Mənə təmizsən sən. Mən tərtəmiz, mən sənə qarşı heç vaxt xəyanət Bu deyil də, Bağışda da başımız adında yoldur. Axşam da... Ay, Hliyar müəllim, Hliyar müəllim, nədir məni boğazda yığmısan sən? Yox, yığır mən 2 dəqiqədən bir ki, borcu gətir. Mən yığım bunun bir də evdəkilərinə deyim ki, sənin əlin gəzir, qoy bu da dincəlsin. Bir dəqiqə, nə qarsan, niyə zəng gəlirsən, kimə zəng gəlirsən? Hliyar mənim evdəkilərinə zəng vuram ki, sənin yoldaşın gəzir. Bu sənsən, nə elə mənim evdəkilərimə sən zəng gəlirsən. Telefonumu ver, Telefonumu ver. Kod nədir, bir dənə aç. Mənim üzümsən. Mənim üzümə şeydirsən, amma. Gözlə. Sevgi. Sevginin nömrəsində yoxdur. Nə olur, onu duyğu. Duyğu. Yoxdur. Sən Əhyar müəllimin ailəsinin dağıtırsansa, mənim ailəmi niyə dağıtmayasan? Onu niyə pisləyirsən ailəmsə? Ay mənim, sən baxış bucağını dəyişdi. Əhliyar müəllim tərəfdən baxanda pislikdir, sən bu tərəfdən baxanda görərsən ki, yaxşılıqdır. Belə bax da. Sən o tərəfdən yaxşılıq elə, dağıt Əhyarın ailəsini. Yox, bu deyilsə onda kimdir? Axşam düşür, problem. Nətər edir? Get dincəl. Axşama şou var.
Sevgi, onsuz da mən axır evə biləcəm ki, mənim ərim kimlə gəzir. Az nə demək istəyirsən az sən? Danışına fikir ver, az nə demək istəyirsən? Mənim sənətli sünnətlərimə nə olub? Sənin ərində tamahım qalıb az nə demək istəyirsən? Biz sənətli sünnətsiz evliyik bəyəm. Yaxşı oldu, mənim ərim kimlə gəzir? Mən nə bilim, az kimlə gəzir? Ona qalsa mənə də zəh gəlib də, mənim də ərim gəzir. Az mən havadan sudan danışmıram. Mənə zəh gəlmişdi ki, sənin ərin başqa arvadı var. Duyğu mənə də gəlib o zəhdən deyirəm. Başa düşürsən deyirəm zəh gələdilər ki, sənin ərin gəzir. Dünyanın dağılmışdığına bax həsən. Mən bundan şübhələnirəm, bu da məndən şübhələnir. Məndən? Gəzirik, gəzirik! Ay bacılar, ay bacılar! Burada deyim, sən nərdin gəzdin? Nə lazımdır? Az bir bu qalmışdı, bir bu qalmışdı gezməyə. O da gezdi, o da gezdi. Bunların tumuna, bunların tumuna. Sən hardan bilirsən gəzdiyini? Az gözümlə tutmuşam, Az mənim gözümdə bir şey qaçar ki, qaçmır axı. Tutdum da tutdum. Ölərdim, yatardım, yuxumda görməzdim ki, Uğur da gəzdi. Ay cavab, Uğur da gəzdi. Az Uğur'u deyir, Az bizim nərimiz gəzir, onu görə bildik ki, bizi deyirsən. Sizin nərlərinizi gəzməyi normal da. Niyə? Arada güzgüdə baxın özünüzə, qarın yerə soxulsun arvad boyunuzu. Amma siz də özünüzü arvad deyirsiniz. Ay başa dönüm, Uğur mənim kimi mamlımatan, belə göyçək arvaddan bezibsə, qoysun Qaragün ərlərimiz nə gündədir, nə güzarandadılar Qaragünlər. Can ay Uğur, can! Bu cür cercehiz getirmişdim, var dövlət gətirmişdim. O cür ona qulluq eləyirdim, mən ağac çorablarını yurdum, ayaqlarını yurdum. Kül başıma, qızıl gül, kül, heyf sənlə. Heyf, haramın olsun! Səni görəndə ürəyim açılır da. Niyə? Sən bura gələndə bilirəm ki, işdən çıxmağıma yarım saat qalıb. Hə, laf yaxşı. Onda bura bax. Gedək bir dənə mənə ortopedik matras alaq. Sonra da... Qızılgül xanımın istəyidir. Hə, yox, qızılgül var. Niyə? Səhər ayıldım ki, lələ kösüf yurdu qalır. Səni kimi igid, mərd, vuran yıxan adamı niyə tərk eləsin? Yəqin əsəbləşdirib sən də bir yüngülvari əl qaldırmısan da. Nə eləmişəm? Əl qaldırmısan. İşte açığı deyim, biraz şiddət oldu, nədanım? Onda düzələr, narahat olma. Yaxşı, onda vaxt az qalsa gedək biz matrasımı alaq, sonra da gedək biz mənim subaylığımı qeyd edək. Bax, bu dəfə yer mənlikdir. Sən nə bilirsən yer nədir, yeyib-içmək nətər olur. Aparırsan, soxsan kabinetə, bahalı boşqaflar, bahalı rumka çəngəl. Mən neyəm, onu yiyəcəm. Yer məndədir, narahat olma, səni bir yer aparacağım. Təbiət, mənzərə, gözəllik, elə deyil, yiyiş burada. Özlə bildirsinlər, bilirsən nə qədər ürəyin istəyir. Onda tez gedək, alaq sonra gedək oturaq yeyəcək, bildirsinli yerdə. Mən bilirəm də, yer seçmək mənlikdir. Sən narahat olma. Hə, maman qurban. Hə. Aha. Hə, deyil, dayın da gəldi. Dayın da gəldi. Ay baş, kimdir qafadarlar? Oğlum, nətərsən, neyini sana aradılar? Nə var, nə yox, eşsən qulaq. Mənim ailərim dağılır. Bu dəqiq vəfadar vaxtı deyil, ay baş. Bir dənə deyək görüm. Problemi həll eləyə bildin, nəsə danışa bildin, neynədin? Nə vardın? Sadiq. Aha, hay can Sadiq. Mən çoxdan da demək istirdim sənə, amma elə yeri indi gəldi. Denən qatan alım. Qardaş, əlin üzü o ailədə, sənin ailən onsuz da dağılıb. Əsas vəfadarın işi idi, nəysə. Belə oldu, əsas vəfadar, əsas mən deyil. Mənim ailəm elə sən dağıdırsan. Sən bacı deyilsən, yuva dağıdansan, ona çatdırsan, bundan buna çatdırsan. Ay bala, zəngi də sən eləyirsən. Sən eləyirsən, zəng eləyib. Mənim ailəm sordu. Sən sana! Zəng, nə zəng? Sən zəng eləməyibsən? Nə sən gəl? And iç. And içi mən zəng eləməmişəm. Nə and içi mi? And iç da. Bax, sənin canın. Aha. Bax, dədəmin görü haqqı. Nərbalandı, zaftalandı çək. Oğlum vəfadarın canı haqqı, mən zəng eləməmişəm. Nə danışırsan, nəsə? Buy. Hə, sən zəng eləmirsən.
Onda heç nə, o da qisməti yatmadı. Heç nə, mən deyirdim ki, kim zəng elədiyini bilsəm, o adama 10.000 verirəm, o da sən deyilsən. Kim deyir ki, mən deyiləm? Bay? Bəli, mən zəng eləmişəm. Belə atanın coru haqqı, oğlum vəfadarın canı haqqı, belə qardaşım Sadiqin meyidini oxusun bacısı, mən zəng eləmişəm. Düz gördüm. 10.000'e görə nəsildən başı papaqlı kişi qoymadın. Aç 10.000'e görə bu nə sifat? Başı deyirsən, yuva dağıdansan. Sən, olsa səndən şübhələnirəm. Hamıdan, çox adamdan şübhələnirəm. Axşam saat 10'da hər şeyin üstü asılacaq. Pərdələr cırılacaq, bəli. Görəcəksən. Bu da bizim meyvə süfrəmiz. Ay Uğur kişi. Ay can. Dünən gecə atdığın şəkil buraymış. Aha. Ya ay şəkildə pis küftəyəm. Dedim gələsən ayağını görəsən ey buranı. Gör nə gözəl yerdə, gör nə səfalı yerdə. Meyvə də ki əlimizin altında. Və deyirdim buranın qəşəng bildirçinləri olur hanı? Olur da bildirsin. Prost indi uçmurlar, həmişə burada uçurdular. Sən belə elə. Vur gedək, o bildirsin gələr. De, o sağlıqlardan, gözəl sağlıqlarından de görək. Deyirəm, gəl bunu içək. Öz evində söz sahibi olan kişilərin sağlığı. Kişi evə tez də gələr, gec də gələr. Arvada bir şapalaq da vurar. Amma sınmaz. Dimdikdir yana. Əsil kişi səsini qaldırmaz. Rumka qaldırar. Gəl vuraq. Aşıq, gəl tez vuraq. İndi şifer qırılacaq, düşəcək, inək bizi vuracaq. Ya da tok vuracaq. Ay, ehtiyatlı ol, ol. Nəysə, bu gedən yerə dərtkəm getməsin. Sən canın, gələn də bir yeri mən seçəcəm. Belə yer çətin seçəsən, meyvəsi sadə özünə, gör nə gözəl. Doğrudan belə. Bu yana yaxşı. Allah! Sadiq, onsuz da axşam saat 10'a az qalıb. Heç narahat olma. Saat 10'da zəng eləyəcəklər. Nə zirin zibilin var, hamısını açıb tökəcək. Qışqırma üstümə, yaxşı edirəm. Hər şeyi danışacağım. Yox, bura yığılmışam, mən bezmişəm. Ay qardaş, belə şey yoxdur. Atacan gel kışkırma da her şey sakit davran. Aha biz bir aile rahat ol. Qızım qadasım. Görsən, bax bu qızın qədər də yoxsa, ağlıq işdə bırax görsən. Ailəni qorsa bu uşaq qoruyacaq. Bunun qadasından. Düz deyirdən, biz ailədə söz olur, söhbət olur, səs-küylə hamı eşidir, hamı bilir. Niyə bizim ailəyə kimsə müdaxilə eləsin? Bax, sənin anan, mənim qaynanam, niyə məndən pərdən açır, niyə kürəkəmin pərdəsini açır? Qatma da ananıza da, heç kimi bu söhbətə qatma, həllilək, ay bala. Səhv deyirəm, qızım. Onda adbo verin, nərəm söhbətin qalanını eşitməsin. Yəni işdirdir. Evdə dedektiv saxlayırıq. Bu uşaq bu ailəni dağıdacaq. Aliment dev üzünü zırlıyor. Belə şey. Alo, qaynana. Yox, burada ölüm dirim məsələsi deyil. Ölümün dirimi deyirsən? Oraya çıxıb. Anam, mən təmizəm və məndə heç bir sepə yoxdur. Get ver məhkəməyə. Uca vermirsən? Alsana. Avropa məhkəməsi. Anam, sən bir dəqiqə... Kimin? Bahəm. Mənim çənəm o vaxt getdi ki, mən uşağın adına sənin adını qoydum, Ləman qoydum. Bax, onda hər şey itirdim. Aldı. Getir, ay, bunu yoxşudur. Nə minnət eləyirsən uşağa? Birincisi, Ləman mənim anamın adı deyil. Onun Instagram nikinin adıdır. İkincisi və? İkincisi də ki, sağ inanım zadım qalmayıb. Axşam sənətli səndən boşanacağım. Boşanırsan dünənlə boşan. Amma bir şey bil ki, mən təmizəm, mən paçam. Mənim alnım açıqdır, üzüm fətirdir, mən təmizəm. Görəcəyik də, sən Pakisan ya qeyri Pakisan, o hələ bilmirik. Görəcək, axşam saat 10-una qalıbdır, hər şey üstü açılsın. Qazdanqam, ondan sonra əlim təmiz, ayağım təmiz. Əktariyə üzə boğaza yığılmışam. Sadiq, bir dənə bildiyim bir şey var ki, od olmayan yerdən tüstü də çıxmaz. Qazdanqam, çox tüstülü odları mən söndürmüşəm. Sən heç nə bilmirsən, heç sarı da bilmir. Qutar getdi. Sarı kimdə? Sarı kimdə az? Sən dedin də sarıya. Mən sarıya dedim. Deyirəm ki, sarıya bilmirsən, yaralı barmağa binti. Sən o cümləsində sarı sözü götür. Bax, budur bax. Bir zəncə şübhələrsə ki, həyatımda kimsə var. Bir dəfə də gəl gözünü görsən, dözüyorsun ki, bu qız da sənin qızındır. Bax, budur. Ya şübhələrsən sən bu ailəni dağıdacaqsan. Haraya ettin tutmaya? Tələsmə, Uğur kişi, tələsmə. Yavaş.
evdə narahat olma. Ehtiyatlı ol, zəlzələli yerəsin. Aki nə zəlzə. Evə çatırıq. Sansırıq beğendin. Ha, bəzi. Aa, şəxsi. Fazil, özü alkaşlıq elədiyi bəs deyil. Deyirəm ki, səndə bir abır həya yox deyə. Kəndim bu cür deyirəm, nümunəvi ağsaqqalını. Mən Üzü nurlu, sözü keçən bir insanı. Bunu da içizdirdin ha. Ay sözüm yoktu sənə. Ləfa, dərdi var da ona görə bu qədər çip. Nə dərdi var bəxtəvərin? Zəlzəl. Zəlzəl. Nedir o? Deyir, az danış, dur gəl. Düz qalğın getdi. Düş qabağıma getdi. Hara? Mən heç yana gedən deyirəm. Bilsən nə var? Uğur, sən mənim kimi gəlinin, sən mənim kimi qızın qədrini bilmədin ha. İndi get. O dəmir kravat, o sən git kravatın qucağına yat. Qızın gül yoxdur da. Zəlzəl. Ana. Ne? Deyir, mənim matrasımda var, yorğan döşəyim də var. Gəlmirsən, gəlmə, mən getdim. Bu ne diyor? Sağ. Ne? Sağ ol. O getdi ye. Az gitti. Özün demedi ki, get o da gitti de. Az mən dedim, adam bir üz vurar da. Bir dirəşər də. Üz vurar, dirəşər deyəndə bunun bir dirəşməyi var. Bayaqları dedim, gəl bir dənə içək. Dirəşdi ki, mən qədərimi bilən adamam. Bəsdir. Vay. Az belə çırpma dizinə, belə çırpma. Mən deyirəm, bütün kişilər bir bezin qırağıda siyor. Eynən. Sən müdrik qadınsın. O ne dans? Səs gəl. Nasıl? Bu Kimdir? mesaj gəlib. Yazıb ki, əgər əriniz sizə kimlənsə xəyanət elədiyini bilmək istəyirsinizsə, hə yazın. Yox, əgər ərinizin xəyanət etmədiyini düşünürsünüzsə, yox yazın. Ay qız, mənə də eyni mesaj gəlib. Az elə dediniz ki, elə bir mən kənarda qalmışım. Eyni şey də mənə gəlib də. Düşünürsünüzsə yox yazın. Ağaz bu mənim nömrəmi hardan tanıyır? Mən düşünürəm ki, Mən də elə şübhələndim. Hə yazırsınız. Mən kimin qızın anasıyam? Həri. Mən də yazıram, hə. Mən göndərdim. Həri. Solum. Deyirəm. Ay qızlar. Gül kimi, ana sütü kimi pak ailələrimiz var idi bizim. Ağaz, hansı itin nəsinə gəldik, hansı qonşunun gözündən gəldik. Ay Allah. Ne oldu yenə? Nə? Ne oldu? Təəssüf ki, siz hər yazdığınıza görə şirkətimizin kampaniyasından yararlana bilmədiniz. Əgər yox cavabı versəydiniz, güvənli, etibarlı ailə kimi 2 nəfəri Parisə səyahət bileti qazanacaqsınız. Buna baxayım, mən də gedəcəkdim, uçacaqdım. Mən qazanmadım səyahət idi bu. nə tər deyirəm, bilet getdi əlimdən. Mənə baxayım, yox, belə arzulayırdım, mesela Parisə, muzeyə zata gedim Ay orada. sən mənə demirsən, biləcərdən o yana çıxmamışam. Ay qız, eybi yoxdur. Əsas oldu ki, ərlərimiz bizə xəyanət eləmir. Şükür. Doğrudan deyirsən. Hə. Qarı yerə soxum sən bu evi. Kimi az? Qızılgül, yerə girəsən səni. Qoşuldu baxırda qızların ağlına. O cürünə ömür boyu sənə sadiq olan həyat yoldaşın Uğurun haqqını gibi. Şəxsi cəzdəm ortaqda. Əri, götürüb deyələr. Gedim az Uğurumu yanı, qurban olum sən ay Uğur. Hə, yaxşı da get dayı oğlum. Qurban olum sən ay Uğur. Ulan ne oldu bu? Sən də ki, ayağının altını görmür səni. Anam o vaxtı ağlı cəzdən qoşub mənə, qurban olum sən ay Uğur. Yavaş da yıxdın da. Gedirəm. Allah. Çağırdı. Deyəm mən açım qapını. Keç day. Az birinci bunu. Az itələ. İtələ. Yeri də. Belə Dağıtdı, tökdü ya ailəmi. Heç nə qızlar. Sevgi, bağışda da səndən şübhələndim. Özümə nasıl elə qısqananda məntiqlə fikirləşə bilmirəm ki mən.
Ay qız, eybi yox olan şeydir. Canın sağ olsun. Mən də onsuz da səndən şübhələnmişdim. Can, onda mən gedim, gecəniz xeyrə qalsın. Xeyrə qalsın. Hələlik, sağ olun. Deyirəm ki, o sözü kim deyibsə ha kişilər bir bezin qırağıdır, qələt eləyib. Başında belə divara döyüb. Heç də elə deyil. Bizimkilər yaxşı çıxdı, qadasını alım. Elədi. Ay, mənim evim eşiyim. Oy, səni verənə qurban olum, adə. Bağışda da səndən şübhələnmişdim. İndi güvəndin mənə. İnandın indi. Hamısı kampaniyaymış. Demək kim ərinə güvənsə Parisə bilet verəcəklər. Düzdür, indi bileti qazanmadıq, amma əsas odur ki, sən mənim etibarımı qazandın. Mən həmişə deyir, məndən təmiz adam, mən gör nə qədər tək gündə 2 dəfə dişimi yuyan adam, məndən tək kim zəng gələn? Alo. Aha. Adı nədir? Mən ərimə güvənirəm. Kim idi? Nə deyir? 100% həmin kampaniya idi da. Kampaniya davam edir axı da. Deyir ki, sənin ərinin ikinci arvadı var. Özü kim olsa yaxşıdır. Sevgi. Kirayəçi sevgi. Mənə bax, bileti utsaq, gedib qəşəng gəzərik. Mən indidən istəyirəm gedim, baxım görüm səyahət üçün nə paltarlarım var. Get paltarlarınız. Bir də çay da hazıra gəlin, bir çay. Mənə bax, paltarım olmasa alarsan da mənim üçün yaxşı. Qurbandır sənə hər şey. Əsas sən mənə güvən. Xeyr, yaxşı deyir ki, hər gün ki carmadından sevgin. Ya mənə, hadi əlim düşdağı. Varım işte. Sadiq, hazırlaş. Hara? Gedirik Eyfel qülləsinə, Parisə. Nə yaxşı, nə oldu ki? Mən sən xəbərin yoxdur. O zəng söhbəti var idi. O sən demə kampaniyaymış. İndicənə də içəridə yığıblar mənə deyirlər ki, ay Sevgi xanım, sizin əriniz gəzirdi ha. Onun ikinci arvadı var. Adı da sən nədir? Nə? Duyğu. Dedi mən ged işinlə məşğul ol. Mən sənə inanmıram. Mən sənə güvənmirəm. Ancaq və ancaq Sadiqimə güvənirəm. Mən təmiz adamım. 2 dəfə çiməmə adamım. Mənlər o tərəfə təmiz. Bəli. Sən qadan qal. Ona görə də biz ən güvənilirli ailə olaraq qalib gəlib Parisə gedəcəyik. Bəli, elə bu danışıq elə Parisə yaraşır. Gəl bir dənə çay qoy, gəlin bir çay. Per Duyğu onun ikinci arvadıdır. Yox, bir nə Duyğu. Bu nə yaşayışdır, mən yaşayışdır. Sadiq. Bacım. Bacın qurban. Bacıma qurban. Nətər ideya idi? Süper fikirləşmişdik. Əla ideyadır, yay bacı, qəşəng fikirləşmirsən. Bir dənə şey başa düşmədim. Mən bunlara kampaniya adından mesaj yollayıram. Bunlar mənim nömrəm bilir, qadan alım. Deyirəm, buranı bir işlətmir səni, Sadiq boy. Elə uşmana verəsə bir də nömrə alatsan da, boy, bəs olum. Təzə nömrə ilə məsəl, yaxşı fikir. Onların hamısını eyni yerə kim yığacaq? Sən? Mən bacın. Sənin qadan qalmadır. Qadasın. Ən yaxşı da day. Əla ideyadır. Kampaniya zat əla. Halal olsun sana bacı. Bir dənə tapa bilmədim də o gizli nömrədən kim idi, zəng elib haranı qarışdıran. Onu bir dənə tapacam, gedim mən. Hara? Bilmirəm, amma Duyğucuya gedim, Sevgiciyə gedim, başqalı mənə. Mənə maraqlı deyil, sən hara gedirsən. Mənə maraqlı olan bir dəqiqə oğlumun məsələsidir. Onu həll etməmiş heç nə olmaz. Zəng elib həll edirim, narahat olma. Dəqiq. Zəng eləyirəm. Mən gedim. Yaxşı. Gündə bir nömrə dəyişirik. Axırıncı nömrəni atmışdım sənə. Var, narahat olma. Bacaqlı, necəsən? Sağ ol dayı, sən necəsən? Yaxşıyam, sağ ol. Nə olur, nə problemin var? Dayı, neçə gündür danışa bilmirəm səninlə. Bir problemə düşmüşəm. Atam anamla da arada pərdə var deyə heç nə deyə bilmirəm də onlara. Sağ ol da, dayıyla pərdələri cırıqlamsan, elə adımı çəksən. Nədir də problem, nə qədər, neçə manatdır? Deməli dayı, Türkiyədə mənim 2 dənə sevgilim var. Sağ ol, sən dayın oxşayırsan da, qanın çəkib, qanın nədir, südün çəkib, qanın da heç nə, qanın 2 dənə diplom var da başım bıraq, hə? Dayı, kimsə qızların hər ikisinə yazıb ki, vəfadar sənə xəyanət eləyir. O adamın adını sənə deyəcəm. Ağlıma da fikirləşdim, çıxış yolu gəlmədi. Ona görə də Sevgi bacı ilə Duyğu bacıya yığdım, eyni şeyi dedim ki, görüm sən diribaş adamsan da, bu vəziyyətdən nətər çıxarsan, mən də eynisini eləyim. O gizli nömrədən sən gəlin Duyğu ilə Sevgi olsan, sən deyəsən idin?
Hə dayı. Sən getdi arxadan şeylə belli də bacoğlu. Mən sənə bir dənə bilet alıram. Sən təcili gəlirsən Bakıya. Sən belə telefonla baş sala bilməyəcəm. Salasan babanın tövləsinə. O inek səni tapdalaya. Sən elə başa salırsan ağlığına çıxmayacaq. Başa düşdün? Pasportu qat. Bir günə ömrümdən 10 il getdi. 10 il. Romantikamızı pozmayaq. Romantika pozmayaq nə da? Telefon açıyorum şimdi. Romantikamızı pozmayaq da canım. Romantikamızı pozmayaq. Mənə deyir ki, sənin ikinci arvadın var. Sən ikinci arvadın var? Səni deyir, sənin ikinci arvadın Mənə deyir ki, sənin ikinci arvadın var. Sənin ikinci arvadın var? Sənin ikinci arvadın var? Ha, öyle. Bu atsalım yatomaya çıksın ha. Geçse de gözümün ağrısını. Geçse de gözümün ağrısını alırım, dururum senin şeyde. Hayat dur. Senden gelirsen, yuvamı sen dağıdırsan. Parmağı ne sokursa gözüme? Kim zəng elədiyini bilsəm, o adama 10.000 verərəm, o da sən deyilsən. Kim deyir ki, mən deyiləm? Biraz sürətli eləyirsən. Kim deyir ki, mən deyiləm? Mən zəng eləmişəm. Hey? Bəli. Atam vəfadarım gördüm. Belə atam vəfadarın göru haqqı, sənin canın haqqı, oğlum vəfadarın canı haqqı. Özün alkaşlıq elədin, bəs deyil. Kəndin ağsaqqalı. Mən. Üzün uğurlu. Üzün uğurlu. Ya, Kəndin bu cür nümunəvi ağsaqqalını. Mən. Üzün uğurlu. Mən. Üzün uğurlu. Deyil. Vurumu yanı. Götür, bunu da götür. Nasıl uğur sənə? Bunu da götür. Aa. Asbutu da ortaya koymuşsan. Görürəm. Az. Patronun, Bizonun və Bizim Ev Mebel şəhərinin baş sponsorluğu, Smart boyalarının xüsusi sponsorluğu ilə iki qapı arasında serialı başa çatdı.